Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sumqayıtda avtovağzal əməkdaşı iş başında dünyasını dəyişib. Xəbər verilir ki, hadisə Sumqayıt şəhər avtovağzalı ərazisində ölüm hadisəsinin qeydə alınıb. Məlumata görə, müəssisədə çalışan 1967-ci il təvəllüdlü Xalid Alşanov iş prosesində olarkən qəfil özünü pis hiss edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyə və kişi yerindəcə vəfat edib. Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırmalara başlanılıb. Ağdaşda avtomobilin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəbər verilir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ağdaş ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan zaman Chevrolet markalı minik avtomobili idarəetməni itirərək aşıb. Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağdaş rayon mərkəzi xəstəxanasına və Yevlax rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan 1969-cu il təvəllüdlü Şəmkir rayon sakini xanım cinsi şəxs, daha bir sərnişin xəstəxanaya yerləşdiriliblər. Digər iki sərnişin isə ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.